Salam uşaqlar, hər vaxtınız xeyir. Bu gün sizlərlə 2-ci Qarabağ müharibəsi, ondan əvvəlki dərslərə baxacağıq. Belə qısacana qeyd götürmüşəm ki, sadəcə haqqında danışacağımızı bilək. Deməli, mən burada onsuz əlavə məlumatlar qeyd edəcəm. Ümumiyyətlə, 1-ci Qarabağın izahına da baxmısınızsa, siz artıq bilirsiniz ki, 1-ci Qarabağ müharibəsi deməli 1988-də başlamışdı. 1994'te ise bitmişti Bişkek protokolu ile. 1988'de başlayan taraf kim idi? Ermənilər idi. Və xəbərsizcə. Nəysə. Yəni 1-ci Qarabağda işğal olunan torpaqlarımızı geri qaytarmaq üçün 2-ci Qarabağ müharibəsinə də baş vurdu. Hətta Minsk qrupu da yaradılmışdı ATƏT-in, amma onlar öz işini heç də uğurla yerinə yetirmədi. Ümumiyyətlə varlıqları ilə yoxluqları bir idi deyə biz özümüz 44 günlük müharibədə qalib gəldik. Gələk 1-ci Qarabağdan əvvəl ümumiyyətlə bir dəqiqə mən gəlim bura. 1-ci Qarabağdan əvvəl ümumiyyətlə bizim nə döyüşlərimiz var? Aprel döyüşlərimiz var. Aprel döyüşləri var, Tovuz döyüşləri var. Hətta 2010-cu ildə heç bir döyüş yoxdur. Sadəcə erməniləri məğlub edir. Yəni döyüşün adı yoxdur. Deməli, Mübariz İbrahimov. Biz desək ki, Mübariz İbrahimovun şəhid olması 1-ci və yaxud da 2-ci Qarabağa düşürmü? Deyəcək ki, düşmür heç birinə, yəni nə 1-ci Qarabağa, nə də 2-ci Qarabağa düşmür. Mübariz İbrahimovun şəhid olması. Sonra biz gəlirik, deməli 2016-cı ildə Aprel döyüşlərinə. Aprel döyüşləri. 2016-cı ildə Aprel döyüşləri Aprelin 1-dən 2-sinə keçən gecə baş verilmişdi. Başlamış daha doğrusu 1-5 Aprel'ə əhatə eləyir və biz bunu 4 günlük müharibədə adlandırırıq. Müharibə. Yəni 4 günlük müharibə deyəndə 2016 Aprel döyüşləri nəzərdə tutulur. 2020-də isə Tovuz döyüşləri baş vermişdi. Tovuz döyüşləri isə 12-23 iyulu əhatə edir. Və bunların da hamısını yazmışam orada. Gələcəyik oradan. Yəni bir də 2020 Vətən müharibəsinin başlamasına səbəb nə oldu? Müharibəsinin başlanma səbəbləri. Niyə? Çünki 1-ci Qarabağda sülh bağlamışdı. Deyək ki, Paşinyan Şuşada prezident seçkiləri keçirdi. Daha sonra yeni müharibə, yeni ərazilər şüarını səsləndirdi. Daha sonra da biz deyə bilərik ki, ATƏT-in Minsk qrupu uğursuz iş gördü. Yəni ki, müharibəni həll edə bilmədi. Hansı ki, ərazilərimizdə işğal olmuşdu ermənilər tərəfindən, onu da bizə qaytarmadı. Ona görə bizim əməliyyatımız başladı artıq 2020-27 sentyabrda. Dəmir yumruq əməliyyatı. Dəmir yumruqda yəni bir olmaq anlamına gəlir. Yaxşı, gələk təzədən yuxarıya. Görək nə var, nə yox. Nə qeydlər aparmışam sizin üçün. Deməli, 2-ci Qarabağ müharibəsində biz deyəcəyik ki, Günnüt əməliyyatı baş verir. Mən Günnütü heç bayaq burada qeyd eləməmişəm. 2018-də Günnüt əməliyyatı baş verir. Deməli, Günnüt əməliyyatı 2018.
Günnüt əməliyyatı. Günnüt də Naxçıvan tərəfdir. Yəni biz bunu 1-ci Qarabağda demişdik ki, Goranboyun ərazisi işğal olmuşdu. Onda işğaldan azad eləmişdi. Günnüt də Naxçıvandadır. Yəni desək ki, təkcə Qarabağ ərazisi işğal olunub ermənilər tərəfindən yox. Günnüt kəndi də burada işğaldan azad olunur. Günnüt azad olur. Gələk indi yuxarıya. Deməli 2-ci Qarabağ müharibəsi başlayır. Və 2-ci Qarabağ müharibəsinin başlanmasının səbəblərini də qeyd elədi. Amma 2-ci Qarabağdan əvvəl ümumiyyətlə bizim Günnüt əməliyyatımız var. Günnüt əməliyyatı da nə idi? 2018-ci ildə baş vermişdi. 20-27 may, yəni bir həftə davam eləmişdi. Bu müharibənin nəticəsində isə Qızılqaya, Ağbulaq, Günnüt, ümumilikdə isə 11.000 hektar ərazi işğaldan azad olmuşdu. Bunu nətər yadda saxlayasınız? Qaç, belə bir şey. Tovuz döyüşlərdə dediyim kimi 2020-də baş verir. 12-23 yıl əhatə eləyir. Milli qəhrəman adı isə təltif olunur. Kimlər? 1-ci Polad Həşimov, 2-ci Murad Mirzəyev. Polad Həşimov, Murad Mirzəyev. Kimi yadda saxlayın? Daha doğrusu P-mi? Polad Həşimov, Murad Mirzəyev. İngiliscə saatı bildirir də. Ona görə deyirəm ki, yadda qalar. P-mi gördünüz? Tovuz. P-mi? Tovuz. Sonra 27 sentyabrdan artıq başladı. Ümumiyyətlə bu Tovuz döyüşlərdə Qarabağ müharibəsinin, Vətən müharibəsinin ayaq səsləri idi. Ayaq səsləri. Artıq biz burada qalib gəlirdik. Ondan sonra isə artıq başladı 2-ci Qarabağ müharibəsi. 27 sentyabr 2020-dən 10 noyabr, 8 noyabrda əslində sadəcə Atatürk'ə görə də bilirsiniz. Dəmir yumruq bizim əməliyyatımızın adıydı. İlk işğaldan azad olunan yer. Qoy elə qabağına yazım. Klaviaturamızı. Suqovuşan ümumiyyətlə Madagiz adlanırdı. Madagiz daha sonradan adı bərpa olub Suqovuşan. Madagiz. İlk işğaldan azad olunan yerdir. 3 oktyabr 2020-də. Sonra Cəbrayıl isə 4 oktyabr 2020-də. Bu isə ilk şəhər mərkəzi. Bax, vurğulayıram burada. İlk şəhər mərkəzi. Bu isə ilk azad olunan yer. Ümumiyyətlə ilk azad olunan yer. İlk azad olunan yer. Bu da ilk şəhər mərkəzi. Şuşanın açarı. Bax, çox qəşəngdir bu. Şuşanın açarı. Qarabağın qapısı adlandırılan yer Hadrut idi. Bunu nətər yadınızda saxlayırsınız? Hadrut, onsuz da xəritədə göstərəcəm. Hadrut şəhər deyəndə, daha doğrusu Hadrut yeri Şuşa şəhərinə çox yaxındır. Yəni onu işğal eləyəndən, aşağıdan azad eləyəndən sonra daha doğrusu Şuşaya getmək asan olurdu. Ona görə də Şuşanın açarı adlanırdı və sonra Zəngilan və Qubadlıya açılan yol da Füzuli idi. Füzuli. 17 oktyabrda işğaldan azad olmuşdu və 18 oktyabrda da bayrağımız dalğalanmışdı Xudafərində. Xudafərin nə vaxt tikilmişdi? 1027 Fəzl ibn Məhəmməd. Bir Şuşanın dediyi 8 noyabrda. Ümumiyyətlə, bax, deməkdən daha yorulmuşam. Biz demişdik ki, bizim 2 dənə daşaltı əməliyyatımız var. Burada qeyd eləmişəm. 2020-nin 5-8 noyabrında Şuşa uğurlu idi. Amma 1-ci Qarabağda daşaltı əməliyyatı uğursuz idi. Ümumiyyətlə, daşaltı Şuşanın rayonlarından biridir, kəndlərindən biridir. Deməli, gəldi ümumiyyətlə bu müharibə bitəndən sonra müharibə ki bitir, artıq 10 noyabrda biz imzalayırıq sülhü.
10 noyabr nə idi? 20 noyabrda. 20 noyabr 2020. Qaytarılmalı olan yerlər. 10 noyabr 2020. Deməli, 3 tərəfli bəyanat idi. Və buna əsasən qaytarılmalı idi. Kəlbəcər. Baş hərflərlə belə yadda saxlayın. Çal. Hara getdi bu? Çalda, Kəlbəcər, Ağdam, Laçın. Bir cümlə belə atılmadan inşaatdan azad olunan ərazilər deyəndə bunu nəzərdə tuturuq. Daha sonra biz gələk hara? Xronoloji ardıcılıq deyəndə isə yox, akıl kimi yadda saxlayırsınız. Xronoloji ardıcılıq kimi. Azərbaycana dəstək göndərənlər Türkiyə, İsrail, Pakistan, İran, Ukrayna, dırnaq arasında Rusiya, yəni ki, bilirsiniz də ermənilərə daha çox kömək eləyirdi. Hər iki tərəfə kömək eləyirdi, yəni onu tam demək olmaz. Yaxşı, zəfər günü deyəndə biz nəyi nəzərdə tuturuq? 8 noyabr gününü. Daha sonra anım günü deyəndə 27 sentyabrı nəzərdə tuturuq. Yaşad fondu nə vaxt yaradıldı deyəndə 2020-nin 8 dekabrı deyəcəyik. Vətən uğrunda medal təltif olundu 9 dekabrda. Yəni ilk dəfə olunmağa başladı. Daha sonra biz burada nə deyəcəyik? 10 dekabrda deyəcəyik ki, parad keçirildi. Qarabağ Dirçəliş Fondunun yaranmasını da deyəcəyik ki, 2021-in yanvarında. Bunu əvvəlcədən yazmışam ki, videoda elə oxuyun, çox da vaxt getməsin. Hərbi Qənimətlər Parkı 2021-in aprelində, qisas əməliyyatı 2022-nin avqustunda, Qırqız Sarıbaba. Buraları rəngləmişəm, bir dənə geri qaytarın. Bu nətər yadda saxlayırsınız? Bu avqustun A-sı var, Sarıbaba. S-sı da var, avqustun S-sı, Sarıbabada var. Qırqızın da Q'sı var avqust sözündə. Yəni belə yadda saxlayırsınız gedib. Asan yadda qalandı. Qarabağ mücrüsü əməliyyatı. Bura heç bir şey yazmamışam puandan başqa. Nə olur? Elə bil ki, gərəksiz olanlar, aparatlar, yəni puanlar, pilotsuz uçuş aparatları uçurulur. Səhv yerə, yəni əsl hədəfimiz olmayan yerə əsl hədəfimizcəsinə göstərir. Və düşmənin diqqəti ora dağılan yerdə bizdə müasir silahlarla, yəni İsrailin, Azərbaycanın, Türkiyənin planları ilə işğaldan azad eləyirik. Yəni Qarabağ mücrüsü əməliyyatı budur. Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunan ümumiyyətlə antiterror 2023-dür. Xocalı, Xocavənd, Xankəndi 3 dənə X. Daha gedib orada Xaçmaz deməyərsiniz. Xocalı, Xocavənd, Xankəndi. Əsgəran qalası verəcək testlərə. Əsgəran kəndi, bir də Ağdərə. 2023 sentyabrında idi dediyim kimi. Xankəndidə parad nə vaxt keçirilib? 2023-ün noyabrında. Daha sonra bu rayonlar bölünür. Qarabağ bölünür 2 yerə. Şərqi Zəngəzurla Qarabağa. Deməli, Şərqi Zəngəzur deyəndə biz bunlar deyəcəm. Yerdə qalanlar onsuz da Qarabağ iqtisadi rayonuna aiddir. Kəlbəcərdir, Laçındır, Cəbrayıldır, Qubadlıdır. Daha sonra Güləbird su elektrik stansiyası 2021 Laçında idi. İlk dəfə artıq işğal olmuş ərazilərdə yenidən qurma həyata keçirilirdi. Güləbirdi götürəksiniz. Qarabağın hava qapısı Füzuli. Qarabağın hava qapısı deyəndə Füzuli nəzərdə tuturuq. Zəngilan, Füzuli. Burada nələr var idi? Deməli, təyyarə, yəni uçuş hava limanı. Zəngilanla Füzulidə. Böyük Qaradişin ilk addımı hardan başlamışdı? Ağalı kəndində, Zəngilanın Ağalı kəndindən. Bunu coğrafiyadan da keçənlər bilir. Daha sonra Laçına Böyük Qaradiş nə vaxt deyəndə deyəcək 28 may Respublika günü ilə. Heydər Əliyev fondu. Bu fondda 4 dənədir. Bu da 2004-dür.
Yəni belə yadda saxlayırsınız. TQDK-nın yaranması da 2000-ci illərdədir. 2 pilləli imtahan artıq 1993, TQDK 92. Dinin yaranması hamının çox sevdiyi, dərdindən öldüyü, əsasən deməliyik, yəni 2016-da yaranır. 2016-da qanun verilir. Elm haqqında qanun idi. Bu da yəni testlərə düşəndə çaşmayın. Şuşa ilinin elan olması da 2022-dədir. Yaxşı, biz baxaq indi xəritədə rayonların yerlərinə. Xəritə. Aha. Bunun rəngini dəyişə bilsən. Aha, rəng. Dəyişə bənövşə ilə baxaq. Biz deməli danışdıq Qarabağ ərazisindən. Qarabağ, Kəlbəcər. Ən gözəl yer, bu ən qəşəng yadda qalan yer məncə Kəlbəcərdir. Çünki Kəlbəcər ərazisi böyüdür. Yəni baxan kimi də bilinir. Burada nə var idi? Yeri gəlmişkən Zar mağarası var idi. Zar mağarası. Yaxşı. Nə tər əzbərliyəm ümumiyyətlə? Biz demişdik keçən dəfə Goranboyun da işğaldan azad olunan yerlərində 1-ci Qarabağ müharibəsində. Goranboyunda yerini gördünüz. Hardadır? Kəlbəcərin şimal-şərqində. Kəlbəcərin şimal-şərqində. Sonra Kəlbəcərdən belə düşərsiniz də aşağı. Pozun bircə dənə. Kəlbəcərdən düşəndə aşağı Kəlbəcər, Laçın, Qubadlı, bax, Zəngilan. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan. Ümumiyyətlə bir istiqamətdə öyrənməzsəz, o sizin çətin yadınızda qalar. Ona görə də çalışın ki, bir istiqamətdə öyrənəsiniz. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan. Sonra gəlirik bu tərəfdən. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan. Təkrar eləyirəm ki, yadınızda qalsın. Gəldik. Zəngilandan sonra Cəbrayıldır, Füzulidir, Beyləqandır. Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan. Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan. Daha sonra biz burada nə deyəcəyik? Xocavəndi deyəcək. Bax, görürsünüz, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli ilə qonşudur. Ondan da yuxarıda Xocalı var. Xocavənd. Ümumiyyətlə, yerini itirdiniz, nə tər taparsınız? Şuşa var ha, burada Şuşa. Şuşa ümumiyyətlə, ən balaca rayondur. Görürsünüz, əzinizdə şəhərdir. Şuşanı tapdınız, tapmasınız da bilirsiniz ki, ən balaca olan ərazidir. Onun cənub-qərbinə baxarsınız. Daha doğrusu cənub-şərqinə. Burada Xocavənddir. Şimalında isə Xocalıdır. Şimalında Xocalıdır. Cənub-şərqində Xocavənd. Cənubunda Xocavənd, şimalında Xocalı. Yadda qalarmı? Qalar. Sonra Xocalının da dedik. Xocalının da şimalında, şimal-şərqində Ağdamdır. Ondan sonra isə ərazilərdə ardıcıl şəkildə görürsünüz ki, Ağcabədidir, Tərtərdir. Tərtəri ümumiyyətlə bölüblər. Yəni Ağdərə rayonu artıq yoxdur. Mən deyəsən bayaqsı Tərtər dedim. Tərtərin tərkibinə verilib Ağdərə rayonu 2023-cü ildə. Daha sonra isə bizdə burada Qarabağda lazım olacaq. Ümumiyyətlə Günnüt əməliyyatı. Bax, bu ərazidə baş verib. Günnüt Naxçıvan ərazisidir. Xəritədə versə sizə, məsələn verək ki, Naxçıvan xanlığının yerləşdiyi yerlə, Günnüt əməliyyatının keçirildiyi yerin oxşarlığı və yaxud da Salarilərin nəslindən olan Salari idi, Kəngərli nəslindən, sonra Naxçıvan
xanlığı idi, Kəngər nəslindən. Deyir, onların yarandığı yerin günlük əməliyyatını apardığı yerlə oxşarlığı nədir? Deyirsiniz ki, eyni ərazidə aparılması. Xəritədən də baxdıq, məncə çətin heç bir şey yoxdur. Əslində Qarabağ müharibəsi asandır və bunlar da ən əsası birdən testlərə salar ki, Heydər Əliyevin dövründə baş verib. Yox, hamısı İlham Əliyevin dövründə baş verib. Qarabağ müharibəsi, yəni ikincisi. Amma birinci Qarabağ müharibəsi Heydər Əliyevin dövrünə də düşür. Düzdür, başlanması düşmür, amma bitməyi düşür. Belə uşaqlar, əgər onlayn dərslərimdə iştirak eləmək istəyirsinizsə 055 498 86 55 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm qrup, həm də fərdi dərslərim mövcuddur. İstəsəniz iştirak eləyə bilərsiniz. Videonu bəyənməyi, əgər xoşunuza gəldirsə, videonu bəyənin, rəy yazın, like atın, paylaşın, bilməyənlər də, çətinlik çəkənlər də öyrənsin. Eləməsəniz də canınız sağ olsun, özünüzə yaxşı baxın, gələn dərslərimizdə görüşənədək. Hələlik.